Nəsə ürəyim paştet istədi və ona görə başlayıram hazırlamağa. Belə iri formasında soğan doğramışam, fərqi yoxdur. Çünki onsuz da qızarandan sonra blenderın içinə atacağım. Hamısını qəşəng xırda eləyəcəm. Burada isə məndə kökdür, o da qoy pişsin. Burada isə toyuq ciyəridir. Ən yaxşı paştet, yumuşaq və belə ağızda əriyən paştet toyuq ciyərindən olur. Mal ciyərindən biraz dadı nəsə biraz başqa cür olur. Mən bəyənmirəm. Toyuq ciyərindən daha çox xoşlayıram. Çoxdan da eləmirdim. Nəsə beynimdən keçdi və hazırlayıram. Bunlar indi hamısı qoyu hazır olsun. Sonra yumurtanı da pişirəcəm. Blenderın içinə atıb hamısını yaxşıca qarışdıracağım. Və salam və qəşəng yeyə bilərik. Можно я тебе задачу скажу? Молодец, говорит. Və belə məndə alındı. Bankaya doldurdum. İstəmədim belə kolbasa formasında. Adətən belə kolbasa formasında eləyirəm. Ortaya kərə yağı eləyirəm və bükürəm kolbasa kimi. Sonra belə doğrayıram. Amma axıt olmadı. Bankalara doldurdum. Bura kərə yağı əlavə elədim. Duz istəyir. Çox qəşəng alındı. Mən hardasa bir 4-5 dənə qaşıq ucu yemişəm. Çox heyif ki, evdə qara çörək yoxdur. Amma eybi yox, indi aşağı düşəndə gedib alacağım və qəşəng bəhbəhlə buterbrodikları eləyəcəm və biz yeyəcəyik. İndi istidir, qoy soyusun, sonra xalacnika qoyacağım. Biraz bazarlıq elədim və sizə göstərim nələr aldıq. Belə kəpəkli çörək götürdüm özümə. Yoldaşım özünə belə biberlər götürdü, acı biber. Biz yeyəmirik uşaqlarla, amma yoldaşım xoşlayır. Mən bir ikisini dadına baxa bilərəm, amma çox, yəni oturub yeyə bilmirəm də. Bunu çox acı olur çünki. 100 il bundan qabaq kol almışdıq və uşaqlar yeni istədi. Çünki çoxdan da almırıq. Ona görə dedik bir dənə kola alaq uşaqlara. Biraz xiyar pomidor, hərəsindən 2-3 dənə belə. Bir paçka şor götürdüm, şəkər götürdüm. Burada çoxlu göyərti var, cürbəcür. Burada filedir, 1 kilo götürmüşəm. Və deyərsiniz ki, axı sən demişdin ki, mayonezi həmişə özüm düzəldəcəm. Nə oldu bəs? Ərindim qızlar. İstəyirəm indi tez bazar salat hazırlayım və mayonezim evdə yoxdur. Gərək mayonez hazırlayım, sonra salatı doğrayım. Hamısı vaxt aparır və ona görə mən yüngül yolu seçdim. Getdim, mayonez hazır aldım. Biraz apelsin, biraz alma götürmüşük, qarışıqdır orada. Bir balon qatıq, özümə lavaş götürdüm, təndir çörək və salam bu qədər. İndi bunları hamısını yerləşdireyim, göyərti qəşəng yuyum, suyun içində istaqda saxlayayım. Belə də həmişəki kimi bunların işinə məşğul olacağım. Как говорить?
Meyvələri yudum. Göyərtin də birinci suyunu uca süzdüm. Gördünüz də necə qapqara çirkli su idi. Bütün toz torpaqlı idi. İndi bunu da dökəcəm suyu. Növbəti suyunu saxlayacağam. Qoy biraz istaxta dursun. Ondan sonra çıxardacağam, qurudacağam və büküb qoyacağam soyuducuya. Belə bu suyunu indi süzüm. Meyvələri də yumuşam, tərtəmizdir. Onları da artıq soyuducuya yığmaq olar. Belə həmişə yuyuram, sonra qoyuram ki, uşaqlar təmiz meyvəni yesinlər. Çünki yumayanda onlar yaxşı yumayacaqlar. Tez bazar yalandan suyun altında belə saxlayırlar. Elə bir ki, yuyublar da. Və ona görə belə bir şeylər olmasın deyə özüm yuyuram və qoyuram soyuducuya. Deyirlər ki, güya belə tez xarab olur, amma bizdə heç nə xarab olmur. Çünki tez-tez yeyilir. Dönər hazırlayıram. Burada deməli filem qızardıram. Belə. Burada isə bütün tərəvəzləri doğradım. Xiyar, pomidor, soğan və göyərti. Hamısını doğradım. İndi duzlayıb, istiyotlayıb qarışdıracağam və çörəyin içini dolduracağam. Mətbəxə gəldim və buranı indi səliqəyə salacağam. Çünki məndə burada dəlxanadır. Amma sizinlə birlikdə təmizləməyəcəm. Çünki mən indi belə eləyəcəm. Və belə alındı məndə. Oldu bura tərtəmiz. Təmiz qabları yığdım bura. Qurusun. Sonra uşaqlar gəlib yerləşdirəcəklər. Bir univermağa getmişdim və kosmetika dükanına dəydim. Əslində burada çəkmək istəmirdim, amma bir şey gördüm və dedim sizə göstərim. Çünki göstərməyə bilməzdim. İstədim sizə də deyim. Vaxt var idi. Məndən papam belə daraq istəyirdi və mən bu daraqdan ötürü haralara getmişdim. Hər yerdə gəzirdim, tapa bilmədim. Hətta yoldaşımla birlikdə Sədrəyə getmişdik, orada axtardıq, amma heç yerdə belə şotkalı daraq yox idi. İndi isə bu vitrində gördüm, özdə bu qədər çeşidlə olanı gördüm, çox pis oldum. Lazım olan vaxtı tapa bilmirdim, amma indi heç kimə lazım deyil. Amma burada cürbəcür çeşidlərlə doludur. Qiyməti qəpik quruşdur, amma bu dəqiqə bizə heç də lazım deyil. Bu darağı gördüm və papam yadıma düşdü. Və dedim sizə də çəkim göstərim. Və burada qazanları gördüm. Elə bildim mənim qazanlarımdandır. İstədim sizə qiyməti göstərim, amma baxdım ki, firmanın adı başqa idi. Biz artıq gəlmişik evə və sizə göstərim nələr aldım. Univermaqda çəkə bilmədim, çünki orada stolbaların üstündə yazmışdılar ki, çəkmək qadağandır və satıcılar hamı nəzarət eləyirdi ki, heç kim çəkməsin. Həm də ki, mən çəkəndə özüm narahat oluram, bəzi şeyləri heç görmürəm, çəksəm də, amma elə bir ki, diqqətlə baxmıram da. Ona görə mən orada heç nə çəkmədim sizə. Dedim evə gedəndə göstərəcəm nələr almışam. Burada hamısı vacibli şeylərdir. Mən bilirsiniz də, qənaətçiyəm deyə mən heç vaxt artıq şeylər almıram. Pulu artıq şeylərə xərcləmirəm. Və gəlin göstərim. Bu krujkalar yoldaşım almışdı. Özünə işə aparacaq. Orada çay içmək üçün. Biri özünə, biri isə iş yoldaşına aldı. Belə. Biri belədir. Belə risunkalıdır. Biri isə belə. Biri 2 manat aldı. Birini isə 2 manat 30 qəpiyə. Belə 2 dənə krujkam. Bunları videoda görməyəcəksiniz. Çünki bu ev üçün almamışıq. Sonra kliyonka almışam mətbəxə. Orada məndə yeni ilə aid kliyonka olmuşdu. Artıq onu çıxartdım və aldım. Əslində belə istəmirdim. Biraz başqa cür kliyonka istəyirdim. Amma həmən univermaqda başqa kliyonkalar yox idi. Başqa risunkalar var idi. Amma mənim kuxnama heç yaraşmırdı. Bir dənə bu yaraşırdı. Qızılı, ağ və bu mənim mətbəximin stolun üstü var. Həmən o rəngdədir. Ona görə dedim qoy bu olsun, eyb yox. Tam açmayacağım. Sizinlə birlikdə bunu sərəndə onda görərsiniz necə görsənir. Belə bir tipdə kliyonkadır. Qiyməti 4 manata idi. Ya 3 manat 80 qəpik, ya 4 manata. Belə. Sonra mənə lazım idi bu stol üçün, stulların altına yapışdırmağa belə bir qubqadır. Amma bütövdür, görürsünüz. Mən istəyirdim ki, belə kvadrat olsun. Çıxardım və yapışdırım stolun altına. Amma beləsi yox idi, ancaq yumru idi. Özdə yekə yumrular stol üçün olmuşdu. Stullar üçün yox idi. Və belə bütöv idi. Dedim bunu götürürüm, eyb yox. Özüm birinin razmerini ölçərəm, sonra özüm evdə kəsəcəm.
belə götürdüm. Bunu da inşallah ki sizinlə birlikdə stolun altına yapışdıracağıq. Sonra mətbəxə belə bir şey almışam. Rakvinanın içinə kanalizasiya zirsibil getməsin deyə 2 dənə götürmüşəm. Birini özümə, birini bacıma. Videoda göstərmişdim, təzə almışdım. Mən bu yaxınlarda bəlkə yadınızdan çıxmayıbsa almışdım, amma o çox balaca idi, oynayırdı və zibil arasından keçirdi kanalizasiya və ona görə dedim dəyişəcəm, böyüyünü götürərəm və belə böyük götürmüşəm. Elə bacım da videoda görəndə dedi mənə də lazımdır. Mənim üçün də alarsan. İkisini aldım, birini özümə, birini bacıma. Sonra acton götürmüşəm. Actonun bitdi, dırnaqlarım artıq pis gündədir. Bəzi yerlərdə уже çatlayıb və qırılıb və ona görə dəyişə bilmirdim. Çünki actonum yox idi, artıq aldım və manikюru dəyişəcəm. Bəlkə sizinlə birlikdə. Sonra özümə belə krem götürmüşəm. Pantenol. Bir kosmetoloqa baxıram Instagramda. O dedi ki, Pantenol çox qəşəng kremdir. İndi qışdır, dəri quruyur. Məndə kombinirli dəridir. Yarı yağlı, yarısı yağlı, yarısı isə qurudur. Qışda daha doğrusu belə olur. Yayda bütün dəri yağlı olur. Amma qışda bəzi yerlər quruyur, bəzi yerlər isə yağlıdır. Və o dedi ki, bu çox qəşəng kremdir. Ucuz olsa da deyəsə 3 manata idi. Ucuz olsa da dedi yaxşıdır. Görək yoxlayaq. Nətərdir bu? Heç vaxt almamışdım. İnşallah ki yaxşı çıxacaq. Əgər mənim dərimə düşməsə əl kremi kimi istifadə eləyəcəm. Qulaq çöpü götürdüm 1 manat 85 qəpiyə. Burada 300 dənədir. Qulaq çöpü əslində evdə var. Bunu zapasa götürmüşəm. Mən xoşlayıram belə şeyləri zapas saxlamağa. Şampundur, balzam, belə şeylər, sabunlar, duru sabun, belə şeyləri zapasda saxlamağı çox xoşlayıram. Və bunu zapasda yox idi, ona görə götürdüm. Birdən o birisi paçka qutaranda, sonra qaça-qaça gedim axtarmayım. Götürdüm ki, olsun evdə. Sonra özümə belə peeling skatka götürmüşəm. Çoxdan da almaq istəyirdim. Mən təbii formada peeling eləyirdim özümə. Amma sonra dedim ki, bir vaxt özümə alacağım və yoxlayım görüm necədir bu. Və orada görmüşdüm, vitrində aldım. İnşallah ki, yaxşı çıxacaq. Sonra balzam götürmüşəm. Hal-hazırda məndə Elsevin balzamıdır. Uje bitmək üzrədir və dedim o bitəndə sonra balzamsız qalmayım. Bunu da aldım. Garnier işlətmişəm. Çox qəşəngdir, mənim saçıma düşür. Bir də şampun götürdüm belə. Mən bu şampundan istifadə eləmişəm. Yaxşıdır. Qəşəng köpüklənir, saçında çox qəşəng təmizləyir. Bir damcı götürürsən və xeyli köpük olur. Bəzi şampunlar var ki, nə qədər ovuca tökürsən və heç köpüklənmir, amma bu elə deyil. Bu qəşəng şampundur. Bunu bəyənirəm. Sonra özümə belə saç üçün yağ almışam. Məndə Pantene-dir, amma o da dibində qalıb qutarır. Həmən Univermagda Pantene yox idi yağı. Bəzi başqaları var idi. Onları da heç birini tanımıram. Çünki mən ancaq Pantene işlədirdim. Və satıcı dedi ki, bu qəşəngdir. Mən özüm də onu işlədirəm. Dedi, peşman olmarsınız. Və ona görə götürdüm. İnşallah ki, saçıma düşər. Düşməsə yenə də məndə qızlar var. Onların saçına eləyəcəm ki, dolaşmasın. Onların da saçı tez-tez dolaşır. Qızlarda istifadə eləyəcəm. Amma tək mənə də düşsün. Çünki mənim saçım yağsız və kremsiz heç cürə yaxşı olmur. Dolaşır. Bir də bu Pantene aldım. Bu krem də məndə var, amma o da bitir. Dibində qalıb, hardasa 2-3 dəfə eləyəndən sonra все qutaracaq və dedim özümə alın, bu mənə lazımdır. Bu özdə məndə uzun müddət gedir, hardasa il yarım, 2 il mən bunu işlədirəm. Çünki mən az-az götürürəm, damcı-damcı da götürüb işlədirəm. Və sizə deyim ki, bir damcı bəs eləyir də, yəni vacib deyil ki, sən bir ovucu doldurasan bu yağla, bu kremlə və saça vurasan. Yox, bir damcı götürürsən və o bəs eləyir. Yəni nəticəni bir damcınla sən hiss eləyə bilirsən.
Ceyranın dərisi çox qurudu deyə ona belə bir krem götürmüşəm. Hamamdan çıxandan sonra ayaqları, əlləri hamısı quruyur və elə bil ki, belə dəri çıxır kimi, elə bil dəri çıxır da, belə görsənir. Və ona görə Ceyrana belə bir krem götürmüşəm ki, hər dəfə hamamdan çıxandan sonra özünə sürtsün. Belə. Bir də burada ən axırıncı qaldı 2 dənə belə blesk. Bunu özümə almamışam, Kiko'nun bleski. Bunu 2 dənə xanım var, hansına ki mən hədiyyə vermək istəyirəm. Əlbəttə ki, bir dənə bu olmayacaq, yanına başqa şey də qoyacağam və bunu hədiyyə eləyəcəm hər iki xanıma. Çünki onlar mənə qarşı çox diqqətlidirlər. Hər dəfə mənə yaxşı hədiyyələr verirlər və mən istəmirəm onlara belə borclu kimi qalım. İkisinə də eyni rəng götürmüşəm. Çox qəşəng rəngdir. Məndə də Kiko'nun bleski var, amma bunun biraz açığı rəngdə. Çox qəşəngdir. Mən bunu bəyəndim. Bunun sürtəndə dodaqlar partlamır, çatlamır. Yəni bleski çox uzun müddət qalır. Yəni tez getmir də dodaqdan. Belə 2 dənə blesk götürmüşəm və əlbəttə ki, bu tək blesk hədiyyə eləməyəcəm. Yandan bir şey də alıb qoyacağam. Bəlkə əl kremi, nə bilim, ayaq kremi, ya nə bilim, bəlkə başqa bir şey görüm də nə tapacağam. Onu da yanına qoyub bunları hədiyyə eləyəcəm həmən o 2 xanıma. Kimə deməyəcəm, amma vaxtı gəlib çatanda videoda görəcəksiniz kimə hədiyyə eləyəcəm bunu. Və salam, bu qədər şeylər aldım. Bilirsiniz ki, mən qənaətçiyəm. Mən artıq şeylər heç vaxt almıram. Vacib evə nə lazımdırsa 100 dəfə fikirləşirəm, o mənə lazımdır, yoxsa yox, ondan sonra gedib alıram. Və bunları hamısını mən işlədirəm. Burada artıq bir şey yoxdur. Və ona görə götürdüm. Bunlar hamısı məndə uzun müddətli olacaq. Yəni bir aylıq getmir də. Şampundan başqa əlbəttə ki. Qalan hamısı mən uzun müddət işlədirəm. Yenə də bayaq dediyim kimi bu Pantene məndə indi hansı ki mən işlədirəm, o nə vaxt almışdım? Hardasa 2 ildən biraz çox olar, amma hər dəfə onu işlədirəm. Yəni elə bir vaxt olmur ki, saçımı yuyandan sonra bunu işlətməyim. Hər dəfə mən bunu işlədirəm və o məndə 2 ildən artıqdır. Necə mən onu işlədirəm. Bu da elə olacaq. İnşallah ki, və bu yağdan biraz narahatam. Görəsən bu mənim saçıma düşəcək, yoxsa yox. Və все. Nəysə, indi bunları yığışdıraq. Sonra kliyonkanı sizinlə birlikdə sərək. Bu rakvinanın içini dəyişək. Belə, gedək işimizin dalınca.